İndi isə növbəti skeçimizin adı Milyonçudur. 2 dənə ailəmiz var. Biri aristokratlar, biri isə mənşəyi nə olduğu bilinməyənlər. Baxaq görək bunlara nə suallar veriləcək və sualların cavabı da necə olacaq. Salam əzizlər. Deməli, bugünkü verilişimiz milyonçu verilişidir. Verilişimizdə həmişə kimi kart ekrandadır. Kim gücü nəyə çatırsa atsın 5-dən 3-dən. Yaxşı deyib atalar, çörəyi ver yetimə, qalma möhtaç seçmə. Alış! İndi isə səhnəyə izninizlə aristokratları dəvət eləmək istəyirəm. Buyursun gəlsin aristokratlar. Adamın yerişində xarizma var. Adam istəyir soyunsun da birbaşa. Əli inanmadı. Əlirza müəllim, özünüzü təqdim edin, çox xahiş edirəm. Mən Əlirza Rzayev, uğurlu sahibkar və 3 nəfərlik ailənin xoşbəxt başçısıyam. Təşəkkür edirəm. Mən də sənə təşəkkür edirəm. Sən özünü təqdim edin, çox xahiş edirəm. Mən hamını salamlayıram. Mən Əlirza bəyin həyat yoldaşı və biz çox aristokrat bir ailədən gəlmişik və mən inanıram ki, biz bu günləri burada qazanacağıq. Mən də inanıram, tut bunu. Fırlanop, otur. Özünü təqdim elə, balaca. Salam əleykum. Salam əleykum. Özüm təqdim eləməyim ehtiyac yoxdur. Çünki məni tanıyan tanıyar, tanımayan məzarlığa rezerv alar. Ətim töküldü. Amma qurban bu nə idi? İndi isə səhnəmizə mənşəyi bilinməyənlər gəlir, gəlsinlər. Sağ ol səsini. Arbadı, tamam, geç. Salam əleykum Murat, nə var, niyə? Həyatqıl olsun da qəş. Yaxşı otur, yaxşı. Artıq sırasını mamamı. Cəmaat bizə baxır. Adıdır. Mənim adım İntiqamdır. Bəs edir. Buyur həyatım. Adım da Duyğudur, bu qədər. Ehtiyac yoxdur. Sən adıdır. Süya, bitti. Neysə, davam edirik. Təqdimata keçirik, deməli nədir? Hər ailədən bir nəfər seçilər və bu ailədə bir nəfər tez əl çalmalıdır. Kim tez əl çalsa, cavabı da o verəcək. Suala başlamaq istəyirəm icazənizlə. Suala başlamaq nə deməkdir? Reklamlarımız var bizim əlbəttə ki. Başlayırıq. 72 faiz sabunlar, salsan materialları, turbalar. Sonra bitti, saxla. Davay, gedirik suallara. Nereye gəlsin bura? Öz aranızda, mən bunu sizə təvazökarlıq olaraq eləyirəm. Öz aranızda qərar verin, kim birinci başlasın. Sən başla. Yox, sən başla. Nə? Qətiyyən, utanıram. Evimin direği başla, yox, olmaz. Utanıram. Tez olun biraz. Şey, mən üstüm. Dərs başlayın. Siz zəhmət olmasa çox xahiş edirəm. İstəyirəm mən başlayayım. Bəli, yoldaşım. Başlayaq. Siz nə istəyirsiniz, o da olacaq. Deməli, Azərbaycanda nömrə 1 söylən adam kimdir? Sən ola bilərsən, burada variantlar var. Kimdə gəlsin? A variantı, Kimdə gəl? işığı çəkən. B variantı, bu binaya daş qoyan. Daş qoyan, məncə daş qoyan. C variantı, telefonu çıxardan. Çıxardan. D variantı, səni mənə urtlah eləyən. Uzaq eləyən. Ay, sənin canın gəlir. Ay, cavabı Mən deyəm. hepsən. Axı, cavabı deyirəm mən. Bir də cavab, məncə də düz. Bu, tez ol biraz, de cavabı. Mən evci, C ilə D arasında qalmışam. Cavab variantı. Son qərarımdır. Başla, səhvdir o sizdə. Siz deyil, Sən başınız başla. bitdi sizin. Bu sual elə bir biraz çox çətindir, biraz mən düşünmək istəyirəm. Düşünün, düşüncənizə qurban, düşünün. 72 deyir. Cavab C variantıdır məncə. Bu necə məntiqdir? Bu necə təfəkkürdür? Bəli, doğrudur, cavab C variantı, dalqış! Beş manat qazandı. İzləyici 5 manatadır, 5 manat qazandınız. 5 manatınız var. O milyonda qalıb hələ, 5 manat hazırdır amma. İndi isə keçirik ikinci suala. İkinci sualda evin anaları başlayacaq. Amma kim birinci əl çaldı, cavabı da o verər. Sağ ol. Qızların anaları tərəfindən ən çox bənzədildiyi mənfi obraz kimdir? Çopak qızı məncə. A variantı, diqqətlə qulaq asın. Məncə çopak qızı. Qonşunun qızı. Çopak qızı. B variantı, qızın atası.
C variantı ata, D variantı qızın bibisi. D. B variantı qızın bibisi. Mən bacıma sən nə yol vermədin var, hə? Nə yol vermədin var bacımla mənə? Bacım mənim bibim pisdir, anam elə Hə. deyir. Vaxtınız bitdi deyənə qaldı. Siz demisiniz. Cavab Nə verin. vaxt Ha, ey, Sizdin çox. ey. Ay saldı deyəsən bu. Hər saldı. Çalmaqla iş düzəlmir də səndə. Mən düşünürəm ki, burada B variantı O olacaq. axırıncı. Baş xarab ya. B variantı deyil, amma ki şeydir. Uşağa qaldı da. C variantı C var. Alqış, çox xahiş edirəm, alqış. C variantı. Allah. Bəlkə də bunlar bugün burada milyonçu kimi getməyə bilərlər, amma mən burada milyonçu kimi gedəcəm. Mən Yaşa söz deyirəm, cəmaət var da. deməli, axırıncı sual gəlir balaca küçüklərə. Küçüksən sən, sən kimsən məndən Balaca çox küçük küçük deyil. deyirsən? Ey, Balacalar, balaca. ey. Şəkildə. Yaxşı da. Yığmayım da belə cəmaət. Sakit. Yığmayım da belə indi. Səbləşmə, şəkərin qalxır, səbləşmə. Sualı oxuyuram, diqqətlə qulaq asın. Qələt eləmiş. İşıq sürətindən daha sürətli nə hərəkət eləyir? A variantı foton, B variantı elektron, C variantı ananın başmaq atması, D variantı neytrino. Geç çaldın. Geç çaldın. Ay, sorma. Geç çaldın. Heç Gördüm. vaxtım tutardım. Bayaqdan görürəm, sən Deməli. mənə belə yoldaxlıq edirsən. Hav. Ay, ey. Mənə istəyir. Ulan asmələ. İşin olmasın, mən varım adım. Qoyaram sən. Qoyduğu kəfti durmur, hə. Görmürsən cəmal oturan birəm. Görürəm otur. 2-ci həftəmdir. Görmürsən? Bilirəm. Ey, normaldir biraz. Ya, Mənim anam mənə heç bir vaxt döyməsə də, o kəndçilərdən eşitmişəm ki, o başmaq var ya, sürətlidir. Cavab başmaqdır. Düzdür. Alqış. başlama orada. Ay Allah, alqış. İndi isə qalibimiz oldu aristokratlar. Böyük bir alqış, ürəkdən alqış. Durun. Elə bilirsiniz, bitdi? Hey, bitməyib. Reklamlar.